Bu blogerlər fırıldaqçıdır. Heç nə etmədən pul qazanırlar. O qədər bu sözü eşitmişəm. Onlar bilmir ki, sən insanlar üçün faydalı nəsə yaratmaq naminə bəlkə də gecələr yatmırsan. Hər gün çəkiliş, montaj, ssenari. Lakin bunun əvəzinə tənqid və nifrət alırsan. Bir ədəd belə yorum əvvəlki bütün yaxşı yazılanları zəhər kimi məhv edir. Heç özünüz haqqında belə bir şey oxumusunuz? Biz bunu hər gün oxuyuruq. Sizi tanımayan kimsə əziyyətinizi bu qədər asanlıqla dəyərsizləşdirməyə cəsarət edir və sən şübhələnməyə başlayırsan. Bəlkə də haqlıdırlar. Bəlkə də hər şeyi buraxmalıyam. Düşünün, hər ekranın arxasında öz ağrısı ilə canlı bir insan durur. Və əgər siz də bundan keçirsinizsə, bilin, siz tək deyilsiniz. Dəyəriniz like sayı və ya nifrətin olmaması ilə müəyyən edilmir. Sizin dəyəriniz kimliyinizdədir. Daha mehriban olun özünüzə və bir-birinizə qarşı. Acı bir şərh yazmadan əvvəl xatırlayın, ekranın o tayında kiminsə bir arzusu nəfəs alır və kiminsə bir mübarizəsi var.